Aha, 5-ci sualdan baxırıq. Deməli, burada yəni mətnə oxumağa çox da ehtiyac yoxdur. Variantlardan baxaraq, yəni yaza bilərik. Burada baxırıq ki, məsələn, A variantında food and water bizim keywordumuz ola bilər. Məsələn, food water variantımız olan food water mətnin içində don't forget to bring some food and water for your trip verilib bizə. Passengers will be provided with food and water by the agency verilib. Yəni bu ola bilməz çünki siz özünüz gətirməyi unutmayın deyir. Ona görə A variantı gedir. Travel agency will prepare new rules about taking something to the flight verilib bizə. Burada məsələn new rules bizim keywordumuz ola bilər. Burada da rules var ki, basic rules var. Amma burada deyir ki read the basic rules about what you can bring. Yəni əsas qaydaları, yəni nə gətirəcəyinizlə bağlı qaydaları oxuyun. Burada yəni yeni bir qayda tətbiq olunacaq deyə bir şey yoxdur. Ona görə B variantı gedir. C variantına baxırıq. Passengers should be at the airport only an hour. Onlar bəzən səhv olur burada. Lap ona baxsaq, əgər an hour sözünə baxsaq, hour sözü bizim burada 2 hours var ki, burada an hour 1 saat deməkdir, amma 2 hours 2 saat deməkdir, düzgün deyil. D variantına baxsaq, agency ask passengers not to forget taking their passports and tickets verir bizə. Deməli, ask passengers not to forget taking, elə D variantı ola bilər. Passport and tickets bizim keywordumuz ola bilər. Burada baxırıq ki, passport and tickets, deməli make sure you have your passport and tickets with you. Elə düzgün variant D variantı və yazan da agency olduğuna görə, düzgün variant D variantı. Baxırıq, E variantı travellers are not allowed to take luggage with them. Luggage sözü bizim keywordumuz olsa burada baxarıq ki, məsələn pack your luggage carefully. Amma burada deyir ki, travellers are not allowed. Amma onlardan götürməsini istəyirlər. Ona görə düzgün variant D variantıdır. Və 6-cı suala baxırıq. 6-cı sualda məsələn next weekend bizim keywordumuz A variantında. Weekend sözü tapsaq, məsələn weekendlə bağlı Saturday ola bilər ki, burada next day list A variantı gedir. B variantında early in the morning at the weekend verir bizə. Deməli early erkən deməkdir, in the morning deyir bizə. At the weekenddən yenə Saturday ilə götürsək bu şeydə 12 p.m. verilir. 12 p.m. də günorta olduğuna görə morning deyil, B variantı da gedir. C variantına baxırıq, family members are not allowed to bring lunch for the picnic verir bizə. Family members bizim keywordumuz ola bilər, lunch bizim keywordumuz ola bilər. Məsələn, family members want to join the picnic, they should pay half the price of this of bus journey. Everyone should bring their lunch. Deməli are not allowed verir. Amma burada deyir ki, hər kəs özünə yemək gətirə bilər. Ona görə C variantı da çıxar. Everyone attending picnic should pay half the price. Half the price bizim keywordumuzdur. Məsələn, burada half the price-a baxırıq ki, ancaq family members-a aiddir, everyone-a aid deyil. B variantı da gedər. Elə G variantı doğrudur. Teachers da elə everyone-a daxildir. Sonra 7-ci sualda deyir Kathleen, deməli yazan Kathleendir, məktubu alan, daha doğrusu məktubu alan Kathleendir və yazan da Mary'dir. Burada A variantına baxırıq, Kathleen sends Mary ola bilməz. Məktubu göndərən Mary olduğuna görə Kathleen deyil. Ona görə A variantı gedir. Mary asked Kathleen to come to her birthday party by her cousin's car. Məsələn, cousin's car birthday party, cousin's məsələn car deyil, cousin's house. Məsələn, B variantı gedir. C variantına baxırıq, Mary invites Kathleen to her birthday, which will be next Friday. Məsələn, Friday bizim keywordumuzdur. Burada Friday baxsaq, this Friday verilir. C də gedir. Mary describes the way to her cousin's house to Kathleen. Bəli, describes the way baxırıq. Buradakı yolu şeydir deyir ona. Deməli Mary deyir yolu, öz xalası uşağının, uşağının evinin yolunu Kathleenə. Elə D variantı doğru ola bilər. Y variantında the house of Mary cousin is the last. Məsələn, big house on the left bizim keywordumuz ola bilər. Məsələn, big house-u tapsaq, burada on the left deyil, on the right-dır. Ona görə Y variantı düzgün deyil. Və keçirik mətnlərə. Deməli, mətnlərdə baxırıq 8-də tourist bizim keywordumuzdur. Tourist sözü olan variantımız bizim məsələn mətnimizdə turistimiz olan tourist need a document from government-dan başlayandır. Deməli, biz baxırıq burada. Avoid using a boat because of its danger. Məsələn, government bu cümləni oxusaq, need a document from government allowing them to enter the area. Area söhbət area nədən gedir? Çaydan gedir və mətndən ilk şeylərdən baxırıq. Ümumiyyətlə, yəni variantlara baxa-baxa mətnlər haqqında məlumat ala bilərsiniz. Yəni burada baxırıq ki, söhbət çaydan getdi. Deməli, burada turistdən başlayan cümləmiz bu ikinci paragrafdadır və to enter the area deməli document verir bizə. Document olan variantımız hansıdır? D variantıdır. Çox belə special document götürə bilərik. 9-a baxırıq. What makes Conor Crystals famous verir bizə. Famous məşhur deməkdir. Famous popular ilə əvəz edə bilərik və yaxud da famous olaraq da yazıla bilər. Biz baxırıq burada popular sözü var. Popular for its different colors. Deməli different colors olan sözünü tapsaq, elə C variantında var. False social bizdən səhv istəyir bizdən. Deməli baxırıq, travelers need to go to the river on foot as well. Deməli on foot bizim keywordumuz ola bilər. Burada baxsaq ki, on foot axırıncı sözlərdə var. Deməli helikopterlə də gedə bilərlər və ayaqla da gedə bilərlər. O truedur, gedir. Sonraki red color məsələn bizim keywordumuzdur. Red color burada deməli it's red color comes from a red plant growing under the river. Burada nədir? The plant grow under the river and Conor Crystals give. It's a red color. Deməli B variantı truedur, səhv deyil. C-yə baxaq, black stones and yellow sand don't affect verir bizə. Black stones, yellow sand, other colors come from. Bu don't affect deyil, elə affectdir. Elə C variantı doğrudur. It's difficult to go to the river for the visitors. Burada məsələn difficult sözünü tapsaq, tutaq ki, difficult-ı not easy ilə əvəz edirik burada. Deməli bu elə çətindir. Ona görə D variantı gedir. Y variantına baxırıq, Conor Crystals is protected from pollution. Pollution and damage sözünü axtarsaq, deməli pollution bir də damage sözünü axtarırıq. Is protected from pollution. Burada da elə not variantı deməli bu da doğrudur, false deyil. Ona görə düzgün variant C variantıdır. Və 11-ci suala baxırıq. What's the passage meaning about? Çox zaman birinci cümlədə mətnin haqqında olduğunu bilərik. Deməli Conor Crystal is a unique and colorful river in Colombia, South America. Deməli Kolumbiyada unikal çaydan danışılır da. Deməli unique river in Colombia, yəni E variantı doğrudur. Və 12-ci suala baxırıq. 12-ci sual. Only guide. Onlylər çox zaman səhv olur. Ona görə biri çıxırıq. Deyir ki, guide can book a tour. Amma burada bookla bağlı məsələn rezerv edənlər təkcə guide deyildi. Bir də document idi ki, dokumenti biz ala bilərdik. Guide bələdçi eləyirdi ki, sən aparsın ora. Ona görə bir gedir. The sun affects the color of the river verir bizə. The sun məsələn burada sunlight var. This color deməli change depending on sunlight. Bu əslində ola bilər. 2 var. 3-ə baxırıq. The location of the river includes mountains as well. Məsələn, mountains-i baxsaq keyword kimi götürsək, mountains burada hardadır? Mountains and lakes. There are a lot of mountains demək ətrafında var da, elə o da ola bilər. Lap 3-ə əmin olmasaq 4-ə baxsaq, helicopter is the last vehicle to use when you visit the river verilib bizə. Amma last vehicle deyir bizə. You should first verib burada helicopter məsələn keyword kimi götürsək, axırıncı cümlədədir. Ona görə bu last deyil. Ona görə 2 ilə 3 düzgün variantdır.